Tanınmış teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti İntiqam Soltan uşaqlar üçün maraqlı tamaşaya quruluş verib. İdeya, məzmun, sujet baxımından müasirliyi və orijinallığı ilə seçilən səhnə əsəri Qarınqulu ayı adlanır. Sənan Fərzəliyev, Qurban Əhmədov, Könül Şahbazova kimi aktyorların iştirak etdiyi tamaşa yazıcı Vüqar Haqverdiyevin piyesi əsasında hazırlanıb. İlk əvvəl demək istəyirəm ki, bu Qarınqulu ay balası mən kitab şəklində yazmışdım. Bu oxucuların çox xoşuna gəldi. Bunu nəzərə alaraq mən həmin nağıla piyes hazırladım və Bakı Uşaq və Gənclər Teatrına təqdim elədim. Bu da sağ olsun İntiqam müəllim, Respublikanın əməkdar artisti çox bəyəndi və onu səhnələşdirmək qərarına gəldi. Əsərin əsas məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq hisslərini aşılamaq, düz danışmağın niyə vacib olduğunu göstərməkdir. Bu nümunə vasitəsilə uşaqlara dürüstlüklə yanaşı, mərdlik və hünər hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu çatdırılır. Kiçik yaşlı tamaşaçılara həkim müayinəsinin vacibliyi də maraqlı üsullarla nümayiş olunur. Onlar adətən həkimdən qorxurlar, həkim qorxurlar ki, həkim iynə vuracaq, belə onlarda belə qorxu var. Bu tamaşaya baxdıqdan sonra ümid edirəm ki, onlarda belə qorxu yox olacaq. Çünki çox burada gözəl şəkildə izah olunur ki, xəstələnəndə həkim çağırmaq lazımdır, həkim iynə vurmalıdır və sağalmalıdır. Rüstəm Mikayılzadə, Elşad Heydarov, Xavər Zayrova, Mədəniyyət xəbərləri.